Oxuyan adam həyatda öz üçün təsəlli, öz üçün kömək, öz üçün dayaq. Bizim atalar, Azərbaycan xalqı, mənim xalqım demirəm. O qədər folklor zəngindir, o qədər hikməti var. Bunları yığıb yığışdırmaq, öhdəsindən gəlmək qeyri-mümkün. Qeyri-mümkündür, təbii. Təbii Sədim müəllim, bu arada bəlkə sizin şeirlərinizə deyirəm, yenidən müraciət eləyək. Könlüm o dağları yaman arzular, İstərəm bircə gün mehman olum mən, dolanım dağların boynuna bir də, elə dolanım ki bir can olum mən. Ad ağlar, çox gəzdim sizi, təkcə görənmədim qonaq görməzi, elimin, obamın oğlu qızı, siz gəzən torpağa qurban olum mən. Sərnik bilmədim aşan olacaq, torpaqdan yaranan torpaq olacaq, dünyada yaxşılıq pislik qalacaq. Biraz da yaşayım insan olum mən. Sağ olun, buyurun. Sensiz yerim behişt olan qəmxaya nədir mənə? Kim aşina deyil sənə biganədir mənə hər kəs ki hər kəs ki payı bəndi sər zülfün olmasa yüz ağiləm deyən yenə divanədir mənə yar hey yar hey şam kimi yandım hər gecə şəvqiyə ruhunla şam kimi yandım hər gecə həmdəm silki çeşmilən pərvanədir şam kimi yandım hər gecə həmdəm sirişkiyə çeşmilə pərvanədir mənə ama həyatım bir belə ki zahid vəsf edir
şanedir mənə vahiy. Vahiy cihanda badi qalan eşq mülküdür. Ondan qalan nə varsa da viranədir mənə. Mən sənə üst tutup deyirəm yenə. Mən sənə üst tutup deyirəm yenə. Niyə ürkək ürkək baxırsan mənə? Niyə ürkək ürkək baxırsan mənə? Niyə gülümsəyib baxdın ay çiçək? Təşəkkür edirik, çox sağ olun, təşəkkür edirik. Musiqini dinləyərkən belə bir fikriniz düşdü xatirimə. Sədniq müəllim, insan ürəyi yananda bir içim su istəyir. Ürəkdə yanan bir içim suyu siz, belə deyək də, bir içim nəğmələrlə əvəz etmişsiniz. Və bizə maraqlıdır ki, söhbət hansı nəğmələrdən gedir? Mən deyim ki, siz birinci dəfə Füzulidə misal çəkib şeirin elmlə bağlılığını qeyd etdiniz. Mən bu ürək yanğısını söndürən ulu əcdadımın da boğazının asılması, özümün də əzab çəkmələrim, hamısı mənim poeziyamda yaşayır. Siz bilirsiniz ki, durnalar Bağdadda olur. Onlar yazda gəlirlər Türkiyənin Yıldız ellərinə, Yıldız dağına. Sonra gəlirlər Daşkəsərin, Şəmkirin, Gədəbən, bir qonaq görməz dağı var, ora tökülürlər, durnar yanağına. Dincini alırlar, mən onları izləmişəm. Gedirlər Özbəkistana, Şahı Mərdan dağına. Ora 1000 hektarlarla düzəngahdır. Orada bala tökürlər, yüzlərlə göllər var, balasını yetişirlər. Yeni həmən marşrutla Bağdada qayırırlar. Durnalar Yıldız elinə çatanda Bağdadda qurbanlar kəsilir. Çünki durna gəlməmiş ilanın əlinə bir dənə xurma qopartmaq mümkün deyil. Gərək onlar gəlsin, durna bağlarına töksün, ilanların qaçanı qaçsın, qılağını qırsınlar, onu sonra xurmanı yıxsınlar. Mən o durnalı yani bu marşrutu mənim babamın da məzarı oradadır, əcdadımın, Sultan Abdalın. Bu durnalar gedəndə mən bir salam göndərdim. Ne güzel. Durnalıdan qalxın Sivas elinə. Yıldız yaylasını düşün durnalar. Çatın